İzahlı test 29-cu hissə. Birinci sual. Choose the synonym of the underlined word. Altından xətt çəkilmiş sözün sinonimi seçin. Our country is beautiful. Bizim ölkəmiz gözəldir. Beautiful gözəl mənasını verir. Onun sinonimi hansı söz ola bilər? A bəndi small kiçik deməkdir. Doğru deyil. C bəndi long uzun deməkdir. Doğru deyil. D bəndi short qısa deməkdir. Doğru deyil. Nice sözü isə gözəl qəşəng mənasını verir. B bəndi doğru cavabdır. İkinci sual. Choose a pair of nouns in the singular. Təkdə olan isimlər cərgəsini seçin. A bəndində violence sözü var, cəmdədir. Ona görə A bəndi olmaz. B bəndində butterflies sözü, kəpənəklər cəmdədir, olmaz. D bəndində skirt sözü var. Bu da cəmdədir, olmaz. C bəndində hər iki isim təkdədir. Scarf şərf deməkdir, spider hörümçək. C bəndi doğru cavabdır. Choose the correct articles. Düzgün artikelları seçin. Helen lives on farm in Australia. Biz ölkə adları ilə müəyyən artikel işlətmirik. In Australia, in England, in Azərbaycan artikelsiz işlənir. İkinci tərəfdə artikel olmaz. Helen lives on a farm olmalıdır. Farm sözü təkdədir. Qeyri-müəyyən artikel işlədə bilərik. Doğru cavab D bəndidir. 4-5 suallarının cavablarını videonun aşağısında şərhlərdə yaza bilərsiniz. Videonu bəyənib kanala abunə olmağı unutmayın.